Əvvəlcə oyun barədə fikirlərini eşidək bu oyun barədə. Nəzər etirsək, oyuncularım yaxşı çalışdılar, hücum qurmağa çalışırdılar, istər sol cinahdan, istər sağ cinahdan. Rəqibin də yəni qol epizodları var idi, hücumları var idi. Deyərdim ki, ilk hissə balanslı şəkildə keçdi. Nəzərə almaq lazımdır ki, bir çox oyuncu var ki, ilk dəfədir onlar komanda şəklində bir yerdə oynayırlar. Bu da heç də asan deyil. İkinci isə oyuna yaxşı daxil olduq. Arxadan çox yaxşı hücumlar qurmağa çalışırdıq. Yəni cəhdlər eləyirdik, amma buna baxmayaraq yenə qapımızda qol buraxdıq. Bundan sonra çalışdıq, yəni ehtiyat oyunçular skamyasından oyunçuları oyuna daxil eləyək, komandanı biraz yeniləyək, yeni nəfəs verək. Çalışdıq ki, ən azından heç-heçə qolun vura bilək. Buna görə də hətta yəni 3 mərkəz müdafiəçi ilə oyuna davam etməli olduq ki, hücumda daha çoxluq yarada bilək. Bunun əksinə yenə qapımızda yenə ikinci qolu buraxdıq. Təəssüflər olsun ki, belə asan qollar buraxırıq. Ümumiyyətlə bu toplanış ərzində nəyin fərqinə vardı? Hansı müsbət mənfi cəhətlərini bildi komandanın? Nələri görə bildi? Pozitiv cəhətlər odur ki, bu gün oynayan oyuncuların, debüt edən oyuncuların, yeni oyuncuların demək olar ki, hamısı yaxşı oynadılar. Məni yəni qane elədi onların oyunu. Ən neqativ tərəf odur ki, buraxdığımız bəsit qollardır. Desək ki, rəqib komanda, rəqib cümlər qurdu qapımızda, yəni təhlükələr yaratdı, qol vurdu. Belə olsa, deyərdim, amma yəni ümumi götürəndə çox bizim səhvlərimizdən, asan səhvlərimizdən qol buraxdıq.